Salam qızlar, hər birinizi xoş gördük. Mən bu gün sizlərə deməli şəxsi kabinetimizdə mən Chrome-la daxil olacağam. Yəni proqramla da daxil ola bilərsiniz. Şəxsi kabinetimizdən kartların istifadə qaydasını, daha aktivləşdirmə qaydasını sizə izah edəcəm. Deməli şəxsi kabinetimizə mən daxil oldum. Bura daxil olandan sonra görürsüz qızlar, deməli burada kuponlar və kartlar bölməsi var. Bunun üstünə biz vururuq, düşdü. Neçə dənə kart var? Deməli, mega aksiya 5 dənə kartımız var. Kartları mütləq şəkildə aktiv eləməliyik. Aktiv olunmayan kartlar lotereyada və endirimdə istifadə olunmayacaq. Bonus kartlarının aktivləşdirməsi üstünə vururuq. Görürsüz, kart nömrəsi aktivləşdirmə. Bunu aktivləşdiririk. Buradan vurdu, aktivləşdim. Bax, belə bir-bir vurursunuz, öz pullar ödədikcə, yəni ödənməmiş kartlar aktivləşmir. Kim pulu ödəyibsə, girib şəxsi kabinetindən aktivləşdirə bilər. Baxın, bu qədər. Aktivləşdirirsiniz ki, növbəti kataloqda da həm endirimlərdən istifadə edəsiniz, həm də lotereyada iştirak edəsiniz.